Hər kəs salam uşaqlar. Kanalın ikinci videosuna xoş gəlmisiniz. Ümid edirəm ki, hamımızın keyfi yaxşıdır. Hər şey qaydasındadır. Bu bölümdə, videoda TradingView nədir haqqında danışacağıq biraz. Bu proqram bizim nə işimizə yarayır, burada nəyə baxacağıq, nəyə diqqət eləyəcəyik və şamlar, candle'ların nə məna verdiklərinə baxacağıq. İlk baxanda elə görünür ki, oyda, bura çox çətindir. Mən burada heç nə başa düşmədim kimi görünür, amma çox da çətin deyil. Öyrənəsiniz yavaş-yavaş. Bunu harda da bu? Ay, ara getdi. Yəni, TradingView-ə girdik. Deməli, bizi ümumiyyətlə bu TradingView nədir? TradingView demək olar ki, %90 bütün varlıqların qrafik hərəkətlərini izləyə biləcəyimiz bir platformdur. Biz buradan istədiyimiz bir pair'i götürürük və onun qrafikinə baxırıq və keçmişə nəzərən olan hərəkətlərə görə gələcəyi təxmin eləməyə çalışırıq. Bu platform bizə biraz data kimi köməklik eləyir. Yəni buradan biz qrafikə baxıb qiymətin hara gedəcəyini bilə bilmərik. Yəni heç kəs tamamilə bunu bilə bilməz, amma təxmin eləyə bilərik. Zaten trading ümumiyyətlə bu işi bilmək deyil. Yəni heç kəs bu işi ümumiyyətlə qiymətin hara gedəcəyini dəqiqliklə deyə bilməz. Sadəcə təxmin eləyə bilər və bu təxmininə görə də risk eləyə bilər. Oradan da qazanc və yaxud da zərər eləyə bilər. Yəni ümumiyyətlə keyfinizi pozmayın ki, nə vaxtsa təxmin elədiyiniz şey yolunda getməsə, mən bilmədim, məndən olmayacaq deyə bir şey əsla eləməyin, motivasiyadan salmayın özünüzü. Motivasiyan danışmağımızda elədiyimizə görə keçək TradingView-u xüsusiyyətlərlə. Bizi burada watchlist qarşılayır. Yəni burada siz istədiyiniz cür hansı pairləri baxmaq istəyirsinizsə, hansı pairlərə bura əlavə edib və yaxud da silə bilərsiniz. Məndə fixdir, normal forex burada pairlər, futures falan, yəni qızıl falan hamısı burada var. Mən əsas kripto tərəfinə baxıram. BTC falan oralara baxıram deyə mən də burada bunları ekləmişəm, əlavə eləmişəm. Yəni buradan biz istədiyimiz pairlərə seçib baxacaq. Ümumiyyətlə normal axtarış da eləyə bilərsiniz. Məsələn, bura bilirsiniz ki, məsələn hansı coin olsun deyək. PP məsələn. PP USD yazırsınız. Burada da göstərir ki, bu Binance birjasındadır və yaxud da Kraken birjasındadır. Amma normalda Binance-dan baxsanız daha yaxşı olur. Çünki Binance bir nömrəli şeydir. Kripto tərəfində bir nömrəli birjadır. Mən çox vaxt oradan baxıram ya. Buradan baxa bilirsiniz bunlara. Buralara heç baş salmasam da məncə onlar da ekran görüntüsü falandır. Burada alarmlar var. Bu alarmı necə istifadə edirsiniz? Məsələn, deyək ki, siz bir yer belirləmisiniz ki, qiymət məsələn, mən atıram, buranı götürdüm, dedim ki, qiymət buralara gəlsə, mənə bildirim gəlsin deyə bir dənə alarm atırsınız. Məsələn, mən burada atdığım alarmlar var bəziləri. Alarm atırsınız, orada o qiymət o səviyyəyə gələndə sizə bildirim gəlir ki, davay, işləmət, trade elə, kimisindən bir şey olur. Bu belə, bura heç baxmasız da olar, burada baxmasız da olar, bunlar mənasızdır. Keçək sol tərəfinə. Əsas şeylər buradadır. Deməli, burada bizim çəkə biləcəyimiz xətlər və yaxud da 1000 dənə şey var burada, amma ən əsaslısı biz istifadə edəcəyimiz trend line-dir. Yəni, bu xətlə təkcə siz bir şeylər eləyə bilərsiniz, çox da şeyə ehtiyac yoxdur. Ki, bunlar irəliləyən vaxtlarda öyrənəcəyik. Bu xətt elə bilsəz bəsdir. Burada ən çox istifadə edəcəyimiz Fibonacci retracement var.
Bunda ayrıca bir videosu gələcək, biraz qarışıq mövzudur. Ona görə ilerleyen zamanlarda deyəcəyik. Bu tərəfdən də biz ən çox fib xəttini istifadə edəcəyik. Bunu da bilsəz bəsdir. Buradan çox bir şey istifadə edemeyəcəyik. Bu Elliot strategiyasını istifadə edənlər üçün də çox. Ən əsası burada projectionsda long position və short position var. Biz bunu necə istifadə edəcəyik? Məsələn, siz buradan işləmə girmək istəyirsiniz və nə qədər xeyir, nə qədər zərər alacağınızı, stop məsafəsi, TP məsafəsi ayarlamaq istəyirsinizsə, bir dənə bunu çəkirsiniz. Məsələn, long açasınızsa, bu targetınız olur, bu da stop loss'unuz olur. Məsələn, qoydunuz bura qiymət birjada da bu stop loss'u və TP, yəni take profit hissəsini qoyursunuz. Ona uyğun bilirsiniz ki, artıq siz işləmə girəndə nə qədər zərər eləyə bilərsiniz, nə qədər qazana bilərsiniz. Burada da risk rewardumuz var. Məsələn, bu işlem belə bir işlem atsaq, bizim stop olacağımız məsafə buradırsa, TP alacağımız məsafə buradırsa, bizim 3 arlıq bir risk rewardumuz var. Yəni bu nə deməkdir? Sən stop elədiyin miqdar sənin risk eləyəcəyin miqdardır. Yəni bu miqdarın əgər take profit olsa, bu miqdarın 3 qatını sən qazana bilərsən. Məsələn, stop loss məsafəsində $100'lıq bir risk eləmisənsə, take profitdə $300 qazana bilərsən. Yəni biz bütün riskimizi bu toolla hesablayacağıq. Yəni bu ən çox bizə bəlkə də lazım olan şey olacaq. Bunun long versiyası var, bir də short versiyası var. Buradan da bizə bu lazım olacaq. Burada rəsm çəkməyi xoşlayırsınızsa, istifadə edə biləcəyiniz şeylər var. Belə fırçalar falan. Burada çox da istifadə eləməyəcəyik. Amma bunu çox vaxt şey üçün, məsələn, işlem açanda kiməsə göstərmək üçün falan çəkirlər ki, hə, məsələn, bura FVG zonasıdır falan. İndi FVG'nin nə olduğunu falan da ilerleyen vaxtlarda öyrənəcəyik, amma bunu çox vaxt göstərmək üçün çəkirlər. Ona görə o da çox ehtiyacımız olmayacaq bir şeydir, yəni şəxsi istifadə üçün. Ona görə buranı da keçirəm. Burada text bölməmiz var. Textdə bəlkə ehtiyacımız olar ki, stop loss və yaxud da birlikdə bölgəsi belirləsəz, oranı yaza bilərik. Məsəl üçün ki, çox qarışmasın qrafik. Başqa burada bunlardan çox istifadə edəcəyik. Bu bəlkə maqneti istifadə edək ki, xətt düz olsun deyə. Məsələn, trend line götürdünüz. Belə çəkirsiniz, shiftə basırsınız. Görürsünüz, düzəlir. Məsələn, hop, belə bir şey. Bəlkə istifadə edə bilərik liquiddə yerini tam şəkildə göstərmək üçün. Burada da başqa bunları bilsəz kifayətdir. Yəni bu çox qarışıq gəlir çoxsunda TradingView platforması, amma o qədər də gəlizləşdirməyə ehtiyac yoxdur. Yazıdan çıxartmayın ki, yəni gəlizləşdirdiyiniz qədər özünüzə ziyan eləyəcəksiniz. Ona görə mümkün qədər sadə şəkildə öyrənsəz daha yaxşı olacaq hər şey. İnanın mənə. Bu üst bölməmizə gələndə burada dediyim kimi istədiyiniz peyri axtara bilərsiniz. Məsələn, bu Forex, kripto falan buradan axtardınız, girdiniz, sıraz qrafik çıxdı qabağınıza. Bu lazımsız bir şeydir, heç bilmirəm o nədir. İstifadə eləməmişəm. Buradan bu bizə lazım olacaq ilerleyen səviyyələrdə başqa bir pairlə müqayisə eləyə biləcəyimiz bir bölmədir bu. Məsələn, BTC-nin yan co-paritesi deyirlər də BTC ilə eyni hərəkət edən Ethereum'dur. Ethereum'la məsələn biz müqayisə eləmək istəyirik. Girik burada Ethereum yazırıq. Məsələn, görürsünüz hərəkətləri belə çıxır. Yəni bunu da ilerleyen vaxtlarda nəyə lazım olacağını başa salacağım. Deməli bu ən önəmli olan şeyə candle'sa. Uşaqlar, bu qrafikdə biz qiymətin hərəkətlərini candle'larla görəcəyik. Yəni mumlarla, şamlarla görəcəyik. Görürsünüz, bax, yaxınlaşdırım, hər biri bir şamdır. İndi bunların nə mənaya gəldiyini hamısını başa salacağım bu bölümdə. Buradan bunu dəyişdirib, məsələn, xətt kimi eləyə bilərik ki, xətt kimi görünsün. Və yaxud da step line falan. Bunlar lazımsızdır. Direkt buradan
Candle seçirsiniz, ən asan versiya, yəni ən klassik versiya ki, bizə də bu lazımdır. Burada da indikatorlar var. İndikatorlarda məsələn həcmləri baxa bilərsiniz. Başqa 2-3 dənə indikator var. Onları mən indikator deyə də bilmirəm. Mən indikator mən indikator istifadə eləmirəm. Yəni istifadə eləyəcəyim bir şey yoxdur. Bəzən də RSI var, ona baxıram ya da həcmə baxıram. O da ki, tam bir indikator sayılmır da. Normal bir şeylərdir. Bəlkə onları istifadə elədik, amma çox da bizim bura baxacağımız bölüm olmayacaq. Bu da bildirimdir, buradakı bildirim. Bunun TradingView'un premium versiyası var. Premium'un pro versiyası var, pulludur. Onu alsaz, reply funksiyası var. Məsələn, siz deyək ki, stratejiya öyrənmisiniz, nə bilim, risk menecmentinizi oturtmuşsunuz, artıq trade eləmək istəyirsiniz. Demo versiya kimi ilk backtest ata bilərsiniz. Burada məsələn, buradan replay eləsəz, məsələn, atıram. Öz beyninizdə qurursunuz ki, qiymət buradan hara gedə bilər falan deyə. Sonra məsələn də ağlınızda tutursunuz ki, məsələn, məsəl üçün deyirəm, qiymət yuxarı gedəcək. Buradan özünüzə görə stop məsafəsi şey eləyirsiniz. Buradan take profit məsələn qoyursunuz. Oynadırsınız bunu qabağa ki, görək nə olur. Və bununla da bilirsiniz ki, məsələn, burada stop olduq məsələn. Sonra onun üzərində niyə stop olduğunuz falan səhvlərinizi yəni başa düşüb düzəldə bilərsiniz. Bu funksiya mənim TradingView'da ən çox xoşladığım funksiyadır. Çünki tradingdə ümumiyyətlə keçmiş data çox önəmlidir. Sənin keçmişdən nə qədər çox datan olsa, o qədər də elə ki, bir adım öndəsən. Ona görə bu funksiyanı ilərləyən zamanda hər şey öyrənəndən sonra çox istifadə eləyəcəksiniz. Bunun şey var, bir aylıq pulsuz istifadə şey var. Məncə indidən almayın onu, qeydiyyatdan keçməyin. Hər şey tam öyrənəndən sonra sadəcə backtest atmaq üçün bir aylıq alarsınız və burada backtest atarsınız. Ən yaxşı variant odur. O sizə çox kömək eləyəcək, yəni trading haqqında. Bunu da leave eləyək. TradingView haqqında ümumiyyətlə bu qədər. Yəni bunları bilsək bizim üçün tamamilə kifayətdir. Burada gördüyünüz kimi şamların zaman aralıqları var. 1 saniyədən tutmuş ta 12 manat, bunu artıra da bilirsiniz. Məsələn, bunu bir günlük alsaq və yaxud da bir aylıq alsaq, görürsünüz, bir aylıq şamları göstərir. Bu şamların hamısı məsələn hər biri bir ay göstərir, bir ay təmsil edir. Və yaxud da daily alsaq, bu şamların hər biri bir günü göstərir. Yəni hər bir şam bir gündür. Məsələn, baxın, burada altda yazılıb 8 yanvar, 7 yanvar, 6 yanvar. Yəni bu şamların hər biri bir günü təmsil edir. Eyni ilə də 4 saatda 4 saat, o birislərdə də eyni ilə. Bəs bu şamları necə oxuyacaq? Yəni nə məna verir bu şamlar bizə? Demək uşaqlar, burada gördüyünüz kimi 4 saatlıq bir hərəkət seçmişəm və bu bayaq dediyim kimi hər bir şam 4 saat göstərir. Və burada məsələn bu şamı götürək, bunun üzərində məsələn danışaq. Deməli, bu şamın qalın hissəsi body sayılır, incə hissələr isə wick sayılır. Bu ümumiyyətlə onu göstərir ki, məsələn, bu şam ən yuxarısına baxaq, 91.058 dollara qədər gəlib, sonra 89.594-ə qədər düşüb deməkdir. Yəni, bu 4 saat ərzində olmuş bir hərəkət. Bunun qırmızı yaşlı olma səbəbi də açılış qiymətindən aşağıda bağlasa qırmızı rəng olur, yəni düşüş əlaməti göstərir. Yuxarıda bağlasa yaşıl rəng olur, yəni yüksəliş əlaməti göstərir. Bu məsələn burada açılıb 9704-də açılıb 90.400-də bağlayıb. Ona görə açıldığı qiymətdən aşağıda bağladığına görə qırmızı rəng şam olur, yəni düşüş şamı olur.
Bu bağlanışlar, açılışlar bizim üçün çox önəmlidir. Yəni bütün treydimizin bütün istiqaməti bu şamların açılışına, bağlanışına, hərəkətlərinə görə olacaq. Ona görə bu hissələri, yəni sıfırdan başlayıb çox yaxşı öyrənməlisiniz. Məsələn, bu şamda 90.400-də görürsünüz, 468-də açılıb. Hələ bağlanmayıb. 1 saat var bağlanmağına. Bu indi burada bağlasa, bu qırmızı rəng olaraq qalacaq. Yox, əgər yuxarı doğru getsə, açılış qiymətinin üstündə bağlasa, təbii ki də yaşıl rəngdə olacaq. Və ümumiyyətlə bu viklər də bura qədər gəlib, bura qədər düşdüyünü göstərir. Yəni biz şamlar haqqında bunları bilməliyik əsas. Və bunlar dediyim kimi çox belə asan şeymiş kimi baxmayın. Yəni çox primitiv şey kimi görsənə bilər, amma bütün trading karyeramız bu şamlardan asılıdır. Yəni ən çox biz birinci ən professional şəkildə bu şamları necə oxumalıyıq. Yəni elə bir səviyyəyə gəlməlisiniz ki, şama trading view-u açan kimi siz görməlisiniz ki, bu şam burada açılıb, burada bağlanıb, hə bura qədər gəlib, bura qədər gedib falan filan ki, bu barədə professionallaşmalısınız yəni. Ona görə özünüz normal bir vaxtı, boş vaxtlarınızda girin, açın trading view-u, baxın şamların hərəkətlərinə. Öz-özünüzə deyin ki, məsələn, bu burada açılıbdır, gəlib burada bağlayıb, ona görə düşüş şamı olaraq qeyd olunub, düşüş kəndi olaraq qeyd olunub, yəni qırmızı. Məsələn, bu təzədən burada açılıbdır, burada bağlanıbdır, bura qədər gəlibdir falan kimi öz-özünüzə yorumlayın yəni. Başqa TradingView, ümumiyyətlə TradingView haqqında bu qədər danışsaq məncə kifayətdir. Bunları bilsəz, uşaqlar ümumiyyətlə sadəcə sizdən həqiqətən öyrənmək istəyirsinizsə, sizdən istəyəcəyim tək bir şey var. Videoya baxıb sadəcə hə videoya baxdım, mən bunu başa düşdüm deməyin. Bir şeyi öyrənmək üçün ən gözəl variant ilk teorik olaraq öyrənib, sonra praktikada tətbiq etməkdir. Ona görə məsələn bu video izləyirsinizsə əgər, izlədikdən sonra gedin özünüz də TradingView açın, baxın. Yəni görün nələr olur, nələr bitir, neyniyir. Şamların hərəkətlərinə baxın, biraz araşdırın. Bəlkə elə bir şey tapasınız ki, mənim məsələn ehtiyacım yoxdur, amma sizə çox kömək olacaq. Yəni araşdırmağı şeyləməyin, ihmal etməyin. Bu günlük də bu qədər desək, məncə bəsdir. Hələ ki yavaş-yavaş kanala videolar yükləməyə başlayacağam. Ümumiyyətlə mənə izlənmək falan elə şeylər lazım deyil. Elə bir istəyim də yoxdur zaten. Sadəcə mən bunu eləməkdə məqsədim həqiqətən Azərbaycanda trading təzə-təzə məşhurlaşır və bu işi bilən həqiqətən yaxşı insanlar var. Amma eyni ilə də bir o qədər də dərs satıb ondan sadəcə pul qazananlar var. Yəni gedib kimdənsə dərs almayın. Yəni öz qərarınızı təbii ki, özünüz bilərsiniz, amma mən şəxsən eləməzdim. O dərsə satıb, yəni dərsi alıb xərcləyəcəyiniz pula gedin ondan sonra trading, yəni hansısa bir birjaya yükləyin. Heç nə bilməsəz belə cəhənnəm orada bir işləm açın, bir şey eləyin. Yəni heç yoxdan yaxşıdır da bir şey öyrənəcəksiniz. Təbii ki də bunu eləməyin, gedin öyrənin, sonra işləm açın, amma yəni onun yerinə eləsəz daha yaxşı olar. Yəni mənim məqsədim sadəcə həqiqətən öyrənmək istəyənlərə öyrətməkdir. Çünki mənim vaxtımda mən çox öyrənmək istəyirdim, amma heç kəsə gəlib mənə demirdi ki, xəyal bunu belə eləsən daha yaxşı olar. Nə bilim, bunu burada səhv elədim. Bu belədir. Yəni çox çətinliklərlə öyrəndiyimə görə istəyirəm ki, bilirəm ki, insanlar da buna
yəni möhtacdır. Öyrənməyə nəyisə möhtacdır. Ona görə mənim tək məqsədim budur. Məni xahiş edirəm, öyrənmək istəyənlər izləsin. İzləmək istəyirsinizsə. Belə, bu qədər. Özünüzə yaxşı baxın. Gedin, öyrənin və uğur əldə etmək üçün çabalayın. Hələlik.